Qarabağ axır vaxtlar yaxşı oynayır, Chelsea-yə qarşı da yaxşı oynadı. Amma Napoli də pis komanda deyil. Düşünürəm ki, 2-1 təəssüf ki, Napoli qalib gələr. 3-1 olar, çünki Napoli özü güclü komandadır. Qarabağ özü də güclü komanda olmağına baxmayaraq, Napoli mənim fikrimcə daha yüksək bir təbəqəli komanda olduğundan görə 3-1 hesabını fikirləşirəm. Nəticə 2-1 olacaq Qarabağ futboludur. Mən belə fikirləşirəm ki, Qarabağ bu oyuna yaxşı hazırlaşıb və Napoli də hal-hazırda yaxşı oynamır. Ona görə də təxminlərim 2-1 Qarabağın xeyrinə deyirəm. Məncə yaxşı olar. Hansı komandanı dəstəkləyirsən? Qarabağı dəstəkləyirəm, həmişə Qarabağ qazansın. Ümid edirəm Qarabağ qalib gələcək. Təxminlərim son vaxtlarda Qarabağ çox üstələyib. Yəni ümid edirəm ki, bu dəfə də Qarabağ qalib gələcək. 3-1. 0-0. 3-1 Qarabağın xeyrinə olacaq. Niyə elə düşünürsünüz? Düşünürəm də, amma o birisi oyunlara baxanda bilmək olur. Qarabağa uğurlar arzusunu diləyirik. Yaxşı olar, Allah kərimdir. Budacıq. Qarabağ udacaq. Və əlbəttə. Biz gönlümüz tabii Türkiye'den geldik Karabağ maçına. Biz Karabağ'ı destekliyoruz. Türkiye olarak da inşallah Karabağ galip gelir. Tahmininizi alalım. Tahminim 1-0 diyelim Karabağ. 2-1 Qarabağ udar. Niyə belə düşünürsən? Çünki Napoli'nin itkiləri var, Angissa sonra bəzi itkiləri var. Qarabağda tam hazırdır, keçən oyunlar UEFA Çempionlar Liqində çoxlu xallar yığıb ona görə. Məncə 2-1-də Napolinin qələbəsinə. Niyə? Ürəyimdən elə gəldi, elə deyim. Yəni, çox güman ki, belə olacaq. Ya 2-1, yəni bərabərə qalma ehtimalı inanmıram olsun. 2-1 Napolinin qələbəsinə. İstəyirik ki, heç olmasa, heç oynasın. Heç olmasa. Qarabağ 2-1 tutacaq da, Qarabağ xeyrinə. Bu arzumuzdur. Yəni arzumu olaraq fikirləşən 2-1 qələbə olar. Futbolla maraqlanmıram mən. Niyə? Bilmirəm. Amma Qarabağın qələbəsinə sevinirəm həmişə. Proqnoz verə bilmirəm. Çünki dərindən maraqlanmıram, ona görə proqnoz verə bilmirəm. Çox sağ olun, təşəkkür ederim. Qələbə Qarabağa. 2-1 Qarabağ. Niyə belə düşünürsünüz? Qarabağ olacaq.